Biz hər şeyi götürürük qərbdən, o ombalar filan, Nicki Minaj'a baxırlar, Jennifer Lopez'a baxırlar. Qurban olum, Nicki Minaj, Jennifer Lopez milyonlar qazanırlar. Onlar öz həyatlarına reklam edirlər, bəli, amma onları kimsə saxlamır. Onlar çıxır bir konsert verirlər, bir konsertdən onun qazancını sən istəsən də qazana bilmərsən. Və o bir şəkildə həyatını da ortaya qoyur, nə bilim, kimsə ombasını da reklam edə bilir, amma yenə də səviyyəli şəkildə edirlər bunu. Yenə deyirəm, biz çarşabdan çıxmışıq azad qadın adı altında, amma çox yanlış çıxmışıq. İstər kişilər olsun, kişilər deyirlər, qadınlar kobudlaşıb, çılpaqlaşıb, əxlaqsızlaşıb, soyuna-soyuna gedirlər. Deyirəm, kişi papağını yerə qoymasaydı qadın soyunmazdı. Qadın kişinin güzgüsüdür, kişi qadının güzgüsü deyil. Bu kişi əmmamədən gəldi şlyapaya, şlyapadan gəldi papağa, sonra gəldi ki, onu yerə qoydu, qadın da soyunmağa başladı.